Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Uca yaradan bütün varlıqları kamil bir nizam intizamda yaradıb. İnsanlar dünyaya gəlir, zəifkən, heç bir şey gücü çatmır, onun özünün bir bəslənməyə ehtiyacı var. Tədricən güclənir, istir ağlı cəhətdən, istir fiziki cəhətdən və yaşlandıqca tədricən yenə də başlayır zəifləməyə. Bu bir ilahi nizamdır, bəşərdə Allahın qurduğu bir nizamdır. Allah mütəal bunun barəsində Qur'an-ı Kərimdə buyurur: Allahullezî xalaqakum min zə'fin. O Allahdır ki, sizi zəif bir şeydən yaratdı. Thumma ceale min ba'di zə'fin quvvatan. Siz zəifkən sizi qüvvətləndirdi. Tədricən çox zəif idi, bizim heç bir taqətimiz yox idi. Yavaş-yavaş görürsən, güc gəldi adama, yavaş-yavaş bir iməkləməyə başladı, yavaş-yavaş bir ayağa durdu, addım atdı. Gördün ki, bir cüssəli, qüvvətli bir insana çevrildi. Thumma ceale min ba'di quvvetin zə'fən və şeybətən. Amma Allah buyurur ki, biz sizi qüvvətli eləyəndən sonra da yavaş-yavaş sizi zəiflədirik və qocaldırıq. Yaxluq ma yaşa. Allah istədiyini bu cür xəlq eləyir. Allahın əlindədir bu şeylər, insanı gücləndirmək də, zəiflətmək də. Və huvəl alimul qadir. Həqiqətən Allah elm və qüdrət sahibidir. Əzizlərim, yəni bugünün gənci, bugünün cavanı bilsin ki, bu həyat sürətlə gedir və sabah özü yaşlı bir insandır. Ona görə də Qur'an-ı Kərimdə Allah mütəal Yasin surəsində də buyurur: "Və men nu'ammirhu nunakkisu fil xalq efela yaqulun." Biz hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik. Bayaqki ayə misdaqında. Yəni əvvəl güclü idi, sonra yavaş-yavaş zəiflədərik. Başqa şəkillərə salarıq. Və insanlar bunu dərk etmirlərmi? Əzizlərim, əziz Peyğəmbərimiz bizə tapşırıqlarından, tövsiyələrindən budur ki, ümmətin yaşlılarına ehtiram edin. Ümmətin yaşlıları ilə diqqətli olun. İstər bunlar valideyn olsun, istər bunlar valideyn olmasa da, qohum olsun, qonşu olsun, yaşlılar olsun, istər elə cəmiyyətin ağsaqqalları olsun. Bunların ehtiramı qorunmalıdır, əzizlərim. Bizim ən çox, bəlkə mən deyərdim, yaralı yerlərimizdən də biri, bu ağsaqqal ehtiramını yetərincə qoruya bilməməyimizdir. Mən həmişə giləyləndiyim məsələlərdəndir, mövzulardandır. Ağsaqqalın əzəməti Allah yanında o qədər vacibdir ki, əziz Peyğəmbər buyurur ki, yaşlı müsəlmanlara ehtiram Allaha ehtiramdır. Sən bir yaşlı üçün ayağa ki qalxırsan, bir Allah üçün ayağa qalxırsan. Ona ədəb göstərəndə elə bir Allaha ədəb göstərirsən. Başqa bir hədisdə Həzrət Peyğəmbər buyurur: "Ümmətimin yaşlılarına, ağsaqqallarına hörmət mənə hörmətdir." Yəni Peyğəmbərin özünə sanki hörmət edirsən. Məşhur hədisdir də, hamımız eşitmişik. Deyirlər, bir dəfə Peyğəmbər namazının əzanından çox qabaq gələrdi məscidə. Bir dəfə elə namazın vaxtına gəldi, çatdı. Gördülər Peyğəmbər tələsik gəlib: "Ya Rasulallah, niyə gec gəldin bugün? Həmişə sən tez gələrdin." Dedi, qabağımca bir yaşlı gedirdi, ötüb keçmədim onu. Onun ədəbini saxladım mən. Ona görə mən məscidə namaza biraz gecikdim. Əzizlər, baxın, nə qədər mühüm bir məsələdir. Allah Rəsulü həmişə namaza tələsən bir şəxsiyyət bugün deyir, eyb yoxdur, mən gecikərəm, amma yaşlının ehtiramını qorunmalıdır. Ona görə yaşlı da mən elə tək budur ki, ahal əldən düşmüş. Bizim bir qədim bir ənənələrimiz var idi da, 5 yaş böyük, 10 yaş böyükün ehtiramı qorunurdu. Ağsaqqallarım var burada, böyüklərimiz var, təsdiq eləyərlər bu sözü. Özündən 5 yaş yuxarısı gələndə ayağa dururdu. Sanki bu məsələlər itir cəmiyyət olaraq və çox təhlükəli bir məsələdir, əzizlərim. Bunlara səthi baxmayın. Bugünkü qərb bu şeyləri təbliğ eləyir, ha? Qərb insanları bu cür formalaşdırmağa çalışır, ha? Bu çox böyük bir təhlükədir.
Qərbin özü bu təbliğlərin nəticəsində gəldi. İndi deyir ki, sən ailə qurdun da ata-ana nəyə lazımdır, apar qoy qocalar evdə. Bu düşüncədə böyüdü. Ağa bizim insanımız o cür idi ki, qoca ata-anasını özü götürürdü qucağına, özü aparırdı hamama, özü xidmət eləyirdi, həccə aparırdı çiginində. Bu ümmətin balaları da ölüyüb biz bəyə. Nə oldu, nə dəyişdi? Bugün avtobusda ya yaşını görməməzlikdən gəlir, elə onda biraz ədəb qalıb, özünü görməməzliyə qoyur. Bəzilər var artıq ki, bozarır, üzünə də baxır, tükü tərpənmir. Bu çox həyasızlıqdır. Bu cür insanlar gəlir, qatil olur sonra. Elə-belə məsələ deyil. Bu cür insanlar gedir işidə qoşulur sonra. O ki, böyük kiçik hörməti bilmədi, o vəhşiləşir. Məscidə girmirsən, böyücün hörmətini saxlamalısan. İstənilən bir yerə getmirsən, ağsaqqalın hörmətini saxlamalısan. Özümüzdən öncəkilərə ehtiram qail olmalıyıq. Bu bir mənalıdır. Bütün sahələrdə belədir. Ustasan, səndən qabaqçı ustaların ehtiramını saxla. Din xadimisən, özündən böyüklərə ehtiram saxla. Şairsən, səndən qabaq yazanların ehtiramını saxla. Mümkündür, bugün sən ondan güclü yazırsan. Ola bilər qələmi Allah bir təb verib, amma ehtiramını qorumalısan. Yəni, özündən öncəki nəslin ehtiramı qorunmalıdır və onlardan bir öcüd nəsiyyət qəbul olunmalıdır. Onların bir dünya görünüşü var. Biz hamımız yetkinlik yaşına çatanda elə bilirdik ki, atamızın dedikləri o qədər əhəmiyyətli dövrdə biz elə özümüz hər şeyi dərk edirik. Yavaş-yavaş keçir, başa düşürsən ki, orada sən dərk eləməmsən. Bilirsiniz nəyə oxşayır bu? O sürücü təzə maşın sürməyə başlayanda elə bilir ki, özü daha yaxşı maşın sürəndi, sürətin çoxaldır. 1-2 il maşın sürəndən sonra başa düşür ki, bunu Allah qoruyub, bu maşın sürə bilmirmiş, elə Allah pənah sürübmüş. Bizim gəncliyimizdə izlər bu cürdür. Biz elə bilirik ki, yetkinləşmişik, ağlımız kesir. Vallahi kəsmir. Ata deyirsə bunu eləmə, ana deyirsə bunu eləmə, itaət elə. Çünki itaətləri vacibdir bizə. O qədər vacibdir ata-ananın itaəti bizə ki. Bəzən görürsən, mömindir, cəmiyyətdə hörmətlidir, namazda, ibadətdə, yerindədir, dostlarla mehribandır, ata-ana ondan şikayət edir. Bu möminlik deyil, əzizlərim. Ata-ana narazı qalandan Allah narazı qala bilməz. Və fəla təqulləhuma uffin. Quran buyurur ki, onlara uf deməyə haqqımız yox deyə. Də bizim dillə. Uf yəni Didini eləyəcəksən, amma deyib ki, eləyəcəksən, Allah deyir, mən onu qəbul eləməyəcəm. Çünki bunu unutmayaq, əzizlərim, bugün cavanlar, gənclər, ola bilər sən gəncsən, bunu çox hiss eləmirsən. Bir müddət gələndən sonra hiss eləyəcəksən. Artıq hiss eləyəcəksən ki, evlad sənə eləyəndə bu sənə çox ağır gəlir. Çox ağır gələcək. Səndən kiçik, sənə bir hörmətsizlik eləyəndə bu sənə ağır gələcək. Mümkündür, bugün fikirləşsən ki, burada nə var? Amma bir müddət gələndən sonra sənə ağır gələcək. Nə qədər özünə ağır gəlməyib, indidən sən özün bu işlərə səhman qoy cinən. Əgər istəyirsən ki, evladlar 30 ildən sonra sənə hörmətsizlik eləməsinlər, onda ki, Quran dediyi kimi, indi bugün gücün var, zorun var, uşağın üstünə qışqıra bilirsən, 30 ildən sonra sən uşağın üstünə qışqıra bilməyəcəksən, onun qolunun zoru olacaq artıq. Sən onunla çəkər eləyəcəksən. Onda istəyirsən sözün onun yanında keçsin, bugün zəhmət çək ata-ananın sözünə ehtiram qoy, onlara nəvaziş göstər, onda Allah bu nizamını elə qurub ki, evladın da sənin sözünü eşidəcək. Bir ayə şərifə ilə sözümü yekunlaşdırım. Allah mütəal buyurur, və qəza rabbukə əllə tə'budu illə iyyəh. Allah mütəal buyurur ki, Rəbbimizə itaət etməyi vacib bildik və bil valideyni ihsana. Ardınca gətirir ki, valideynlərimizlə yaxşı münasibət göstərin. Özünə itaətin dalınca valideynə itaəti vacib buyurdu. Kərbəlaya getmək nə əzəmətli bir işdir. Çox savabı var. Ümrə həccinə getmək nə qədər gözəl bir əməldir. Allah deyir ki, aton, anon icazə verməsə haqqın yoxdur, gedəsən. Getsən səfərin haramdır, əməlin batildir, savab əvəzinə günah yazılıb sənin üçün. Gör nə qədər vacibdir onlara itaəti. İmmə yəbluğənnə indəkəl kibərə əhəduhuma əv kilahuma. Allah deyir, oldu onlardan ikisi və yaxud biri sənin yanında qocaldı. Gəldi, onlar sənin yanında qocaldılar.
Fəla təqulləhuma uffin, onlara uff belə deməyin. Və la tənhərhuma və qulləhuma qavlən kərima, onların üstünə qışqırmayın. Həddiniz deyil, Allah deyir, onların üstünə qışqırasınız. Onlarla şirin danışın, xoş danışın. Mümkündür, birdən görərsən ki, səhvdir, olur, belə bir şeylər olur. Səndən ki, baş üstə oldu. Qəlbin qoyma, qırılsın. Vəxfiz ləhumə cənahəz zilli minər rəhməti və qur Rabbi irhamhuma kəmə Rabbəyani səğira. Öz mərhəmət qanadlarınızı açın onların üzərinə. Onlarla mərhəmətlə rəftar edin və dua edin. Allah bu valideynlərimə mərhəmətlə rəftar elə, rəhm elə, necə ki, mən kiçikkən onlar məndən rəhimlə, mərhəmətlə rəftar edirdi. Bugün qürrələmə ki, mən gəncəm, gücüm var, atamın üstünə qışqıram. Yadıva sal ki, sənin zəif vaxtın var idi, heç nəyə qüdrətin çatmırdı, sən ağlayırdın, onlar verirdilər sənə. İndi bu cür fikirlə ki, borcunu qaytarırsan. O oturur oradan, uzanıb, halı yoxdur, bir şey istəyirsən də dur qaçaraq, necə ana qaça-qaça gəlir deyə biz ağlayanda. Zəhmət çək, ananın çağırışına qaça-qaça get. Yavaş-yavaş da getməklə. Allah'ın verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal dünyasını dəyişən valideynlərə qəriqə rəhmət eləsin.